Hər birinizə salam dostlar, necəsiz? Bugünlər nə var? Hinduşkamız kirt oturub. Bunlar da yumurtadan kəsib deyəsən. Başqa. Bunu da göstərim sizə. Bu hinduşka, 2 dənə o hinduşka, bir də 2 dənə cücə gətirmişəm biraz böyüklərdən. O da çox böyük deyə, çox belə böyük olmaz. O toyuqla neçə vaxt bütün xoruzlar cütləşir. Mələ ki yumurtamır. Hər şey cümlə vurdum. Ay, bu nə ağır olub. Bunu alıb qoyaq bura. Vay. O daşı neyim mən? Daşı alıb koyun bunun altına. Necəyim yoxsa? Gözləyin. Az önce WhatsApp abonəşlərimlə bir tane danışmışam diye ağlım ona getdi. Gəlin yiyin, ne tapırız içində. Apelkan çox tökmüşəm, əməkdə olmaz. Bu daşı alaq qoyaq bura. Dağıtarlar, dağıtmazlar onu bilmirəm. Bir yem də qoyaq bura. Belə. Şimdi şöyle baksana. Yayılıp yatı bu kız. Hamsını göstermişler. Sulapları. Lampalarını değişeceğim. O orta boydu. Ondan küçük boy var. Bu da en büyüğüydü. Bunu satışı qadağan yok. Yani sexə bağlıblar nəsə. Satışda yoxdur, tapılmır. Qiymətdə qaldırıblar, 1 manat aldım. Həmişə 70 qəpiyə falan idi, 60-70 qəpiyə idi. Bir şey olmaz. Bunu da özüm düzəltdim bu arada. Bu nədir? Patronlu şunlu. Baxın belə gəlir. Getir ora. Yenə. Yumurtamamış bundan əl çəkən deyirlər. İkisini işarələdim ördək yumurtalarının. İkisini işarələdim, amma diğerləri qaldı. İşarələnənləri görsün. Alım ördəyin. Ördəyin heydə. Toyuğun. Hinduşkanın. Hamısından çəkdim bir bundan başqa. Mən bu yeşiyi alıb yeri qoyum. Aldım. Hinduşkamız da dünən səhər otur, yəni axşamdan otur, dünən yox, ondan əvvəlki gün axşamdan oturmuşdu, dünən səhərə kimi durdu, sonra dünən axşam oturub, bu günlər səhər durdu, amma yenidən gedib oturdu, yəni tam oturub. İndi qoyuruq bunun altına 7 dənə ördək yumurtası, 8 dənə öz yumurtası, təbii ki 10 dənə yumurta, ikisi qohumuza vermişdim, aslında neysə, oralara girmeye qalsın. Bir dənə də bunun bacısı, yəni ölən hinduşkamızın yumurtasıdır. Bir bəxtimi sınayım dedim. Biri sınmış, 3 dənə yumurtası var. Biri sınmışdı, biri içi qaralmışdı, yəni xarab olmuşdu. Bir dənə də bu qalıb. Bunda bir problem görmədim, amma qoyacağım. Amma böyük ehtimal dölü pozulmuşdur deyə düşünürəm. Amma ki sınamaqda fayda var. Bəxtimi sınamaq lazım. Bəxtimizi sınamaq lazımdır ki o sual işarəsi qalmasın. Zaten bir haftadan sonra boşluğu yoxlanış etdikdən sonra altını toyuq yumurtaları qoyacaq bunun. Yəni 3 heyvan növü olacaq bunun altında. Toyuq da ki nədir? Atası Brahma, Light Brahmadır. Analardakı Celebris toyuqları, Sussex toyuqları deyək və digər kənd toyuqları deyək. Masaları şeydir, Brahmadır. Brahma yumurtaları soruşduğum hər bir yer yumurtamır bəxtimə. Kəndimizdə biri var saxlayan, onun toyuqları da yumurtamır. Sonra bir qohumumuz var. Uzaq qohumlar, çox uzaq qohumdur nəsə. Onların ikisi yumurtamır, amma ki kənd toyuqları ilə olan, yəni xoruzu, Brahma olan o yumurtuyur. Yəni 2 qrupa bölübdə, yəni Brahmalar tam cins ayrı, yəni xoruzu atıb kənd toyuqlarının içinə onlar ayrı, onlar yumurtuyur. Bu da kənd toyuqlarının fərqi. Çox danışmayayım. Altındaki fol yumurtaları alaq ilk öncə. Ben ışık aldım, belə qaranlıq olur. Gecenin bir yarısı kürt bastırıram heyvanı. Saat neçədir? 21:12. Daha biraz tez bastırsaydım daha yaxşı olardı, amma heç nə olmaz. Əsas onun bərəkətli olmağıdır. Biz altındaki fol yumurtaları alaq.
Hara qoyaq bunları. Aa, yumurtayıb. Şansa baxsana. Aa, mən şok. Mən dedim bu hündüşküm da zaten pırtlayıp çıxdı. Ne qalıb altında? Heç də qalmadı. Yox, heç nə qalmayıb. Altına sərmişəm bunun. Nədir bu? Kisə. Yəni kisədir. Otu azdır görən yoxsa. Çox olanda da yumurta qaçır ora bura. Otun miqdarı necədir görən. Kızım sen bir qırağı qoyum səni. Bir 2 dəqiqəlik altın tükləndə töküb heyvan. Belə yaxşıdır herhalde. Qarışdırmağında da problem olmazsa çox yaxşı olar. Kızımız oturasın sen. Biraz altına belə. Atam hündüşka elə bir heyvandır ki altın qaşıyıb necə deyim. Özünü rahat hiss eləmək istəyir. İşarələdiklərimizlə başlayaq bismillah deyək. İnşallah xeyirli, sağlam balalar çıxar inşallah. Diğer işarələdiyimiz hansıydı? Buydu yəqin ki. Yox, bu deyil. Onda buydu. Hə. Bismillah. Maşallah, maşallah, bir maşallahımızı alıb xeyirli olsunumuzu alım dostlar. Başqa rəng flamasteri tapmadım. Daha da tapdım bunu. Mən qara tapmadım deyə mən qırmızıdan istifadə elədim. Təkəndə yazmaq çətin olur. Mükəmməl bir X çəkdimi. Bismillah, hamısına bismillah deyim. Yaxşı çıxmalar olsun. Əslində bunlardan hamısını çıxmaq istəmirəm. Amma naşükürlük eləmirəm. Allah nə verirsə versin. Şu an az qoyacaqdım amma ki yoxsa az qoyum. Amma neysə özü boş çıxar herhalde deyə düşünürəm. Bu kızdaki yumurta yiyeceği. Elə bir 3-4 tane de yumurta yiyeceği bu. Biraz gözlemeliydim. Aslında gözlemesem dolar olsun o yumurtuyor. Gözlemeyi problemi nedir? Biraz geç çıkartacak. O da böyle problem olmur yani. Balaları altından alırsınız. Elə böyle bir problem çıkmır. Korkma kız, korkma. Şimdi bunlara daire çekeceğim. Hindişkolara. Yine işte birden bilinmez falan filan. Xalları da çünkü bazen de azdı. Çok mükemmel ötesi bir dairemiz oldu. Şöyle niye çıkıyor buradan? Ben neyse yapışıp olma kalıp. İşsiz kalsın, sonra koyarak bu işsini. Buna bir tane su aşağısı koyayım ben. Arasına yazdım. Batığı da biraz temizlemeliydim aslında. Neyse. Onu sonda yazarıq. Siz de böyle mükemmel ötesi X'lar, daireler çekmek isterse müracaat edebilirsiniz. Tabii ki tek elle. Sındırma. Hızlı yerleştir bunları altıma. Aa. Öf. Bunları ben daire şeklinde koyuyorum. Bu üçü X çekmişim. Şimdi ben bu üçünü düzeltip geldim. Sadece üçün demiştim ve hamısını elədim. Bu biraz qıya oxşadı. Kü hərfi deyək. Buna da sual işarələri çəkdim. Görünürsə. Kızım bunu da inşallah çıxar ondan bala. İçine yumurta oldu, çözünü bilmədim. Axı qoydum altına. Sayaram. Çox olmasın. Ay belim. Oh. Çünkü toyuqlara da yer qalsın. İnanmıram belə gelişinə toyuğa yer qalsın. İnşallah boşlar çıxar biraz olsa da.
Üstünlüğü dolu çıksın. Bir 5-6 yumurtalı boş çıksın yani. Hiç yumurta koydum bunun altına. Sındırmadan yerleştir kızım altı. Ben şimdi yerleştirdim, sana kömək edeyim. Tabii gözü yerleşecek bu heyvan. Yem deyim bir yaxşı. Kürt oturan heyvanlar, hinduşkalar diye yaxşı yemirlər. Yaxşı hinduşkalar yaxşı. Kürt oturan zaman yaxşı yemirlər yemi. Oy. Sındırmadan kızım, sındırmadan. Sayaq neçə nə oldusa, neçə 7 dənə desən ördək idi. 8 dənə hinduşka idi quya, 2 dənə də oldu, 10 dənə, 10, 7 dənə. Oy maşallah. Belə getsən toyuq üçün yer qalan deyil ki. Titrəməyə başladı heyvan. Çünki niyə soyuq yumurtalar koyduq altına bat istəyir. Baxın necə titrəyir. Titrəyir həməlli. Tüklər də yoxdur birbaşa. Zəhər də kəsində bir səs üzə. Voy. Bunun səslərini kəsib gələm. Yəni pis başa düşməyin. Hə, yaxşı, mən də səslərini kəsdim. Əgər siz başsız falan aratsa üzrlü sayın. Yəni mənim o qədər mecbur olmur yəni. Fikir vermirəm deyə heç səsi eşitmirdim. Dedim sizin başınız getməsin də onun səsindən. Mən o qədər fikir vermirəm, heç səsini eşitmirdim belə. O qədər hər şey fikir verən birisi deyiləm deyə. Yəni səsini eşitmirdim. Qızımız, gözəl qızımız. Neçə oldu yumurta? 17 dənə. İndi neçəsiz lağ çıxar, yəni boş çıxar, dölsüz çıxar. O da qalıb Allahın işinə. 17 dənə, 5 dənə gider altına, 6 dənə, 5 dənə yumurta. Bilmirəm ki. Niye bilim valla. Hinduşkaya baxırdı o da isletməyinə görə falan. Şimdi belki inşallah atak soyuqda kürt oturar. Çünkü orada yuvası var, atak soyuğu. Yani bu iki qarı toyuğun yuvasıdır. Bir de bilmiyorum. Belki de iki tane atak, yani iki tane qarı toyuğun yumurtasıdır. Hə. Görürüm atak soyuğu bayaqları, yəni səhər-səhər yeməyə çıxartını gördüm. Toyuq balası necə çağırır kürt səsi, yəni. Elə səs çıxartırdı. Yəni kürt olma ihtimalı %80'dir yəni. 75-80 arası. Lallarımıza da buradan baxaq. Neyirlərsə. Gördünüz. Yəni hamısını göstərim, narahat qalmayayım ki. Onu çəkmədim, bunu çəkmədim. Bunların səsini kəsməkdəki yemi tökürsə qabadan başları qarşı yemə səs çıxartmırlar. Nə qədər tox olsalar belə yemi tökürsə qabadan kəsirlər səslərini. Buranın altdan da dəyişməyə vaxtı gəlib keçir. Ay, hinim yenə sıxlaşdı. Hinin sıxlığına baxın. Öf, ürəyim sıxıldı mənim belə gördükcə buranı.